Deməli, Chevrolet Malibu farsonkalarını çıxartmışıq. Göstərməmişdən qabaq bir məlumat verim sizə. Mən həmişə sizə deyirəm ki, sveçaları tək dəyişmək tövsiyə olunmur. Sveçaları dəyişəndə çalışın, farsonkaları, zaslonkanı falan yuduzdurun ki, qoyduğunuz orijinal sveça tez məhv olmasın. Qardaş bir dəfə orijinal sveça dəyişib, farsonka yuduzdurmadığına görə, zaslonka yuduzdurmadığına görə açıb baxıblar ki, sveça qapqaradır, təkrar dəyişib. Həmin təkrar dəyişəndən sonra yenə də o vəziyyətə düşür. Farsonkaları sökmüşük. Farsonkaların ağzına diqqət eləyin. Gör nə vəziyyətdədir. Və hamısı o gündədir, baxın. Görürsünüz? İndi bunu qəşəng stenddə yuyub təmizləyəcəyik. Baxacağıq hansı farsonka necə vurur. Bıraxma var, sızıntı var, yoxsa yoxdur. Zaslonkanı da yuyacağıq, adaptasiya eləyəcəyik. Sveçalara da baxış keçirəcəyik. İdeal vəziyyətdə müştəriyə inşallah təhvil verəcəyik.